Bildiyiniz kimi bizi bu günləri bura gətirməyə səbəbkar bu şəhidlərimizdir. Onların ruhlarıdır ki, biz özümüzə borc bildik, onların ruhlarını şad eləyək və həmçinin onunla yanaşı onların əkslərin, masalının nə qədər şəhidi varsa, Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin əksini bu günləri Şuşanın qalasında biz onların ruhları ilə bir yerdə yad edirik. Və hər zaman bizlərin yanında olan Abdullah qardaş, Əntiqə xanım, Hacı xanım və Vəfa xanım və burada olmayan Ruslan qardaş, bir neçə masallı xeyirxah insanlar ki var, hər zaman bizə dəstək olurlar. Və Abdullah qardaş ənənəyə çevrilmiş bir hal yaradıb ki, hər şəhidin mövludunda şəhidimizin əksini əks etdirən xalçalar təqdim edir analarımıza, atalarımıza və bu günləri qismət oldu ki, şəhidimiz Nəfəsov Muradın anasına gözəl Şuşamızın gözəl qalasında inşallah Abdullah qardaşımız onu anaya təqdim edəcək. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Allah hər bir anaya qürur verici övlad nəsib eləsin. Bu günləri hər bir ana bu günləri şəhidlərimizlə qürur duyur. Murad balamızın da ruhu bu günləri şaddır ki, belə gözəl gündə və qardaşımızın Allah ölənlərinə rəhmət eləsin. Şəhidlərimizin ruhu onlara dayaq olsun ki, inşallah gözəl işləri davam etsin. Mən də ana Allah rəhmət eləsin deyirəm. Quranda da var ki, yəni onlara ölü deməyin, şəhidlər ölməz. Məhz bu alınmaz qala Şuşanı alınan edən, fəth edən o şəhid balalardır ki, o qəhrəman şəhidlərdir ki, məhz o qəhrəman şəhidləri də dünyaya gətirən siz valideynlərsiniz. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizin də canını sağ eləsin. İftixar duyulası məqamı sizin övladlar bəxş elədi bütün Azərbaycana. Məhz Azərbaycanın suverenliyi, bütövlüyü sizin boya başa çatdırdığınız övladların sayəsində oldu. Nə qədər sizin xidmətinizdə durarsınız da yenə azdır. Biz bu günləri Masallıdan durub gəldik. Qarabağımızda, işğaldan azad olunan torpaqlarda sürünə-sürünə, addım-addım, qanı axa-axa o torpaqları azadlığına qovuşduran məhz sizin övladlarınızdır. Allah şəhidlərimizi rəhmət eləsin. Yəni onlar ölməzdi. Onların sayəsində, onların aldığı son nəfəsinin sayəsində biz bugün bu torpaqlarda iftixarla, qürur hissi ilə dünyaya həqiqətən Azərbaycan xalqının ölmək lazım olanda torpaqlar üzərində ölməyi bacaran qəhrəman bir millət olaraq, ölkə olaraq dünyaya tanıtılan məhz sizin övladlardır. Ən böyük təşəkkür, ən böyük xidmət siz şəhid valideynlərinə düşür. Allah bir daha şəhidlərimizi rəhmət eləsin, qəbirləri nurla dolsun. Qazilərimizə də Allah can sağlığı versin. İftixar duyulası bir zamanda, tarixdə yaşayırıq ki, bütöv Azərbaycanın övladı, məhz bütöv Azərbaycan olmasının da səbəbkarı o qəhrəman şəhidlərimizdir. Allah rəhmət eləsin şəhidlərimiz. Sağ olun. Ruhları şad olsun diye, bize güvercin, sülh simvolu olsun diye, semaya güvercinler bırakılmış. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا أقسم بهذا وولد لقد خلقنا الإنسان في الله العلي العظيم وصدقه وبلغ رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين الحمد لله رب العالمين اللهم صل على محمد وآل محمد وكان محمد صلى الله عليه وآله وسلم
عليكم ولكن رسول الله خاتم النبيين وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد إلهي العبد الإمام ربه فرض علينا دعوامي ولديه حسنات حسينا سعادة وعد رسول هو مبعوث علينا جبل فانبجست من حسنة عشرة عينا وصلى الله على جميع الأشرف الأقدس الأنبياء والأولياء Babamın çaskını bir tane saçını. Saçını güzel. Ay maşallah. Uçan yerde çekilen. Kaldı zorunda gelmiş. Tutar da, hadi sağ uçtular.